Hekayəni bizlə bölüşə bilərsən? Mənə uşaqlıq boyu xərçəngi diaqnozu qoyuldu və ondan sonra həyatım alt-üst oldu. 26 yaşım var idi bu diaqnoz mənə qoyulanda. Özümdən qeyri-ixtiyari həmin ərəfədə emosional dəstək axtardım ki, bəlkə həmin yaşıdlarda kimsə mənə o dəstəyi verə bilər, kimsə mənə motivasiya ola bilər. Amma mənə dəstək verən qadınların 50 yaşdan yuxarı qadınları idi. Bizdə uşaqlıq orqanına qadınlıq adı qoyublar, yapışdırıblar o adı ki, qadınlıq, qadınlıq. Həmin ərəfədə də pıça-pıç eləyirdilər. Misal üçün pərdə arxasındakı bəzilərində qulağıma eşidirdi ki, qadınlığını götürürlər, yazığın qadınlığını götürürlər. Və elə bilirdim ki, qadınlıq onunla da bitdi. Dediniz ki, sizə dəstək olmağa çalışırlar həmin periodda. Hətta bu belə sizi Hı. qıcıqlandırırdı, sizə xoş Hı gəlmirdi. hı. Necə rəftar edilməsini gözləyirdiniz? Yəni nə etsəydilər sizə dəstək kimi gələrdi, daha da rahatladardı sizi? Əslində həmin ərəfədə deyilən sözlərin heç biri insanın yarasına məlhəm olmur. Qarşındakı insan, qohumlar, əqrəbalar hamısı gəlirdilər, dəstək olmalı, amma gəldikcə biraz da bunalırdım, biraz da depressiyaya düşürdüm.